Aslında ispat iki şeylə, bir fitrətlə, bir də xəbərlə. Bəli, fitri və xəbəri. Yəni xəbər ola ki, bizim fitrətimizdə yəni bu yoxdur. Quran və sünnədə gələn xəbərlərlə. Bəli, məsələn, Allahın istiva sifəti feili sifətdir və xəbəri sifətdir. Fitri, yəni xəbərlə, yəni fitrətimizdən bilənmər ya Allah təala ərş üzərindedir. Fitrətimizlə Allahın uluv sifətini, Allahın uca sifətini təsdiq edirik fitrətimizlə ki, Allah ucadadır. Amma istiva ucalıqda da belə şeydir, daha təyindir, istiva edib. Yerləri və göyləri 6 günə yaradandan sonra istiva edib ərşə, bu xəbər. Bundan xəbər verməsə də bilməzdik. Və gecənin 3-də və Arafada nazil olmaz. Hansı ki, gələcək, Arafada nazil oldu deyib. Və sahabələr, İbn Abbas deyir ki, mənim üçün ən sevimli gün odur ki, və sahabələr deyir ki, Arafa günü Allah Teala nazil olur. Yəni, o nazil olmağın mənası yox idisə, nəyi sevinirdilər ki, Allah? Bunlar deyir ki, mənası yoxdur. Nuzul var, nuzul, Allahın nuzul sifəti var. Bəs yaxşı, nə demək? Deyir, bilmirəm, məna bilmirəm. Deyirsən, niyə bilmirsən? Deyir, desəm ki, nazil olur, səndə nazil olursan axı, yağışda nazil olur. Hələ olurmu? Elə olarmı? Bu hansı düşüncədir, hansı təfəkkürdür, Allah bilir. Bəli. Allah Subhanahu bilməsi. Bəli, var, isbat edirik, gələcək ona inşallah. Əksi olaraq kədərlənməsi. Əlbəttə, Allah Teala kədər tutmaz heç vaxt. Və həmçinin yorulmaz. Naqis sifət Allahdan inkar olunur və onun ziddi Allah sevinir həmçinin. Allah sevinmə sifəti var. Allahın təəccüblənmək sifəti var. Qəzəblənmək hansı şeyinə aiddir? Qəzəblənmək sifəti feili sifətdir. O naqisliyə aiddir orada qəzəblənmək. Əksinə. Qəzəblənməyi Allah Teala özündə təfsilatlı şəkildə isbat edir. Aydındır? Onları Rəblərindən qəzəb alacaq. Qəzəb götürəcək. Bəli. Yanaluhum ghadabun min rabbihim. Onlara Rəblərindən qəzəb gələcək. Və sonra Peyğəmbər buyurur ki, sallallahu aleyhi ve sellem, Rəbbimiz elə bir yağdabu ghadaben, elə bir qəzəblə ləm yağdab, belə qəzəblə qəzəblənməyib. Qabləhu əbədən. Heç vaxt belə qəzəblə qəzəblənməyib. Bunlar neyini? Qəzəb, ghadab, aydındır, qəzəb. Amma hərənin öz qəzəbi var. Hərənin öz qəzəbi var. Onda belə başa düşülür ki, qəzəblənmək normalda insan üçün naqis sifət sayılır, amma din üçün qəzəblənəndə... Qəzəblənmək naqis sifətdir. Qəzəblənməyən adam xəstədir. Həkimə gedməlidir. Niyə deyirəm? Peyğəmbər sallallahu əleyhi və səlləm hədisi var ki, Peyğəmbər sallallahu qəzəblənirdi. Lakin elə belə şeylər üçün qəzəblənmirdi. Qəzəblənmək naqis sifət deyil. Elə belə şeylər üçün qəzəblənmək bu artıq başqadır. O artıq xəstəlik növləri. Amma düz yerə qəzəblənmək lazım. Hərdən qəzəblənmək lazımdır. Qəzəbsiz də olmur axı. Ancaq güləsən belə. Olmur axı. Qəzəb də lazımdır. Qəzəb kamillikdir. Peyğəmbər sallallahu deyir qəzəblənmə. Yəni hər şeyə qəzəblənmə, boş-boşuna. Yəqin ki, o sahabi çox qəzəblənən idi. Çünki Peyğəmbər sallallahu yəni gəlib deyəndə ki, mənə nəsihət elə, deyir valideynimə yaxşı. Mənə nəsihət elə, deyirdi Allah yolunda xəricdə. Deyirdi ki, mənə nəsihət elə, Allah yolunda vuruş. Mənə nəsihət elə, qəzəblənmə. Bu hala baxırdı, adamları tanıyırdı Peyğəmbər sallallahu və ona uyğun da cavab verirdi onlara. Ona uyğun da onlarla davranırdı. Heç nə yoxdur orada, əlhəmdülillah. Qəzəb naqis sifət deyil. Qardaş dediyi Peyğəmbər sallallahu nəfsinə görə heç qəzəblənməyib. Amma Allaha görə həmişə qəzəblənir. O kamildir, kamillidir. Bizim qəzəblərimiz naqisdir. Bəli. Allah Teala yəni amma bizim də qəzəblənməmiz kamil ola bilər. Yəni doğru ola bilər əgər Allah üçün qəzəblənirsə. Lakin Peyğəmbər sallallahu əleyhi və o yox idi. O sima yox idi. Allah Teala'da da şəksiz ki, o haqqı ilə qəzəblənir. Bəli. İnşallah gələcək hər şey öz yerində və növbəti dərsdə inşallah daha da aydın olacaq inşallah. Yavaş-yavaş inşallah düzələcək. Selamun aleyküm və rəhmətullahi və bərəkətuhu.